efirdeyiz. Çiçekler açmasa, gelersen yaz gelir. Çiçekler açmasa, gelersen yaz gelir. Üfüqlər tutulsa, gülersen göy güler. Qəzəblə qışqırsan, ulduzlar tökülər. Bir xumar baxışlar, saadət bağışlar. Bir xumar baxışlar, saadət bağışlar. Yenə gəldin sən, baxdım güldüm sən. Bahar gəldi, güllər açdı, çaylar daşdı, nəğmə qoşdu, çaylar daşdı, nəğmə qoşdu sənə. Yenə gəldin sən, baxdım güldüm sən. Bahar gəldi, güllər açdı, çaylar daşdı, nəğmə qoşdu, çaylar daşdı, nəğmə qoşdu sənə. Bir xumar baxışlar, saadət bağışlar. Bir xumar baxışlar, saadət bağışlar. Kənara baxarsan, gözümdə od yanar. Kənara baxarsan, gözümdə od yanar. Üzümə baxarsan, ürəyim ağlar. Bu aləm başıma dolanar, dolanar. Bir xumar baxışlar, saadət bağışlar. Bir xumar baxışlar, saadət bağışlar. Yenə gəldin sən, baxdım güldüm sən. Bahar gəldi, güllər açdı, çaylar daşdı, nəğmə qoşdu, çaylar daşdı, nəğmə qoşdu sənə. Yenə gəldin sən, baxdım güldüm sən. Bahar gəldi, güllər açdı, çaylar daşdı, nəğmə qoşdu, çaylar daşdı, nəğmə qoşdu sənə. Bir xumar baxışlar, saadət bağışlar. Bir xumar baxışlar, saadət bağışlar. Saadət bağışlar, saadət bağışlar. Teşekkür ederim. Respublikanın əməkdar artisti Çox sağ ol, Almaz xanım çox sağ ol, Ələsgərli. Xoş sağ ol, gəlmişsiniz çox mənim sağ əziz ol, dostum. çox sağ ol, O gözəl nəğmə ilə Ramiz Mirişli'dən gəldi. Bəli, bəli, İlk Ramiz mahnı, bu müəllimin gözəl mahnı. super mahnıları var və insan doymur onları Bəli. oxuyanda. Və siz də onları tam fərqli ifa edirsiniz. Sağ ol. Gününüz uğurlu başlasın deyirik sizə. Günorta efirdəyik. Necəsiniz dostlar? Biz gəldik, başladıq və bugünkü efirimiz də həmişə olduğu kimi bir-birindən fərqli, gözəl, amma bugün tam fərqli bir gözəl nəğmələr, gözəl söhbətlər eşidəcəksiniz. Ümid edirəm ki, ekran qarşısındasınız və bizi izləyirsiniz. Mən sizə qonaqları təqdim edəcəm bir-bir. Təbii qonaqlar gəlməkdə davam edir, amma mən iki dostum artıq əyləşib burada. Türkan Məmmədli, jurnalist, aparıcı, çox mübarəkdir verilişi. Sən yanında mən özümə aparıcı deyə bilmərəm. Biz hamımız səndən baxıb öyrənmişik.
Almaz xanım belə oxudu ki, lap belə nostalji yaşadım. Nostalji, O keçmişə səsində bir nostalji var. Doğrudan da adam belə xatırlamasa Tamamilə də, olmaz. bəli. Çox sağ ol Türkan. Allah sizin Sağ ol. səsinizə həmişə qüvvət versin, həmişə səhnədə olasınız. Verilişində ilk dəfədir, xeyirli İlk olsun. dəfədir. Baxımlıdır, gözəldir. Təşəkkür Sizi də edirəm. salamlayıram mənim əzizim. Həmişə belə qəşəng-qəşəng günlərdə görüşək. İnşallah Türkanın qələmi, yazısı bu tam fərqli bir şeylərdir və danışacağıq bu gün. Çoxdan görüşmürük. Həm özümüz görüşmürük, həm efirdə görüşmürük. Ona görə də çox xoş gəlmisən. Nahidə xanım Orucova, Respublikanın əməkdar artisti, bizim əziz dostumuz, Mən gözəl pozitiv aktrisa. padrum, mən rəfiqəm. Aha, Çox siz təqdim pozitiv. edin. Naidə mənim illərin rəfiqəsidir. Bəli. Bizim aramızda heç nə keçə bilmir. Bəli, bəli. Mikrofonu götürsəz daha gözəl eşidərsiniz tamaşaçılar. Mən də salamlayıram. Doğrudan da Almaz xanımla bizim illərimiz var, illər dostluğu var və əleydən, sınaqdan keçmiş bir dostlarıq. Siz doğrudan da dillə ürəkdən ürəyə yol var. Kim nə desə ya, mən ki onun xasiyyətini bilirəm, o da mənim xasiyyətimi bilir. Biz heç nəyə varmıyıq. Bax, mən belə dostları sevirəm də. Bir də iki dənə nənənin arasında oturduq. Ay, sanki nənənin arasında. Amin inşallah. Sağ əlimiz sən baş. İnşallah. Amin. Amma nə gözəldir, gözəl söz dediniz, mənim çox xoşuma gəldi. İnsanlar gərək bir-birini tanısın və çox olur söz-söhbətlər, daha çox indi dəbdədir. Həddindən artıq. Ara qatmaq, Oy, söz danışmaq, normal bir hadisəni çox pis hadisəyə çevirib çatdırmaq. Lami canım, qabaq biz Çox qadınlardan dəbdədir. görürdük. Amma indi kişilər arasında da o var. Çox Bəs indi qəribə bir kişilər şeydir. elə çətin həyat yaşayır da. Çalışırlar Aranı vuran qadınların bəli. arasını vurma. Mən bilmirəm kişilərə bundan nə? Bundan nə gəlir onlara mənim başım çıxır. Mən fikirləşirəm ki, 5 günlük Ay, dünyadır. sağ ol. Ataların sözü elə 5 günlük dünyadır. Doğrudan da cavan İnsanlar gərək elə yaşasınlar ki, yəni nə bilim, sabah nədir göz qırpımında kiminsə bostanına daş atmaq, kiminsə dalınca danışmaq. Sabah Ayıbdır. dalıca Ayıbdır. Doğrudan rəhmət oxuyan ayıbdır. olsun. Bəli, bəli. O əsasdır. Gedisinə ən yaxşı insan. Allah qəni rəhmət elə. Bax elə adamlar çox azdır artıq. Çox azdır artıq. Nahidə xanım yaralısa bu mövzuda. Çox. Bayaq da biraz qulaq şahidi oldum. Gördüm ki, nəsə problem. Amma doğrudan da elektrik Dəhşət. vasitəsilə də sözünüzü deyə bilərsiniz. Odur ki, mən düşünürəm ki, baxın, deyirlər ki, düz əyrini kəsir, yalan söz ayaq tutar yeriməz. Bu Yeriməz, atalardan bəli, gəlir. bəli. Amma son zamanlar o qədər, bir də görsən səhifin qabağında durursan, ancaq baxırsan. Mənə birdən elə söz Bir deyirlər. söz deyə bilmirsən. Şoka Ay, düşürəm, sağ bax, ol. ancaq belə baxıram. Heç nə Məni deyə belə göstərin. bilmirsən. Bax, belə şok vəziyyətdə baxıram, qulaq asıram axıra qədər. İnanın Lamiyə, vallahi. neçə illərdir biz dostuq. Ta qız, 30. cavan qız 30 var, oldu. bəli. Aslı 95-96-cı illərdə. Yəni o dostluğumuzu necə qoruyub saxlamışıq? Mümkün deyil də mənə Mümkün desinlər ki, deyil. almaz nə bilim nədir. Deyirəm ki, gedin. İşbirliyimizdə O olsun. onun sözü deyil. Ay, Və ya bu Nahidənin sözü deyil, bu Türkanın sözü deyil. Türkan Və işbirliyimizdə qarışmırsa olub nə Lamiyə, sözü? işləmişik. Nə gözəl işləmişik. Lamiyə elə gözəl proyektlar qurub, elə Almazlı dəqiqələr. Bəli, indiyə kimi qalıbım. Niyə də indi yox? Almazlı Artıq İnşallah. vallahi yorulmusunuz siz elə bilir. Elə bir Amma indi fikrim bundan var. sonra lazım Üzülürəm, yox. Çox heyf o günlərdən. Çəkilib kənara. Mən çox xahiş O gün edirəm. tərif Çox gördüyünə görə nəsə sevindim. Çox çəkilib Siz kənara. niyə İnansan, yoxsuz? Mən nədən sizi ona mən bir motivasiya jurnalist verir? olaraq Almaz xanım tapa bilmirəm. Deməli, Türkan Almaz xanımı axtarırmış. Gəlib böyük studiyada tapıb onu. Bir anonsları görəndə elə sevindim. Sakitcə dedim, gedəcəm Yaxşı, bu dəqiqə. Türkan. Bir oğlumu axtarırdım. Nömrəmi verərəm məni bundan sonra elə özün şəxsən Sən də mənə zəng vurub sözü deyərəm. Dəyişmişsiniz sən nömrənizi? Hə. Niyə? Nə bilim, nəsə belə numeroloqla iş gördüm Aha. və o Yaman son rəqəmlər zamanlar. mənə düşməz oldu da. Ona görə Möcüzəsini yaşamışam. doğrudan Numerologiya. Bəli, Nəsə numerologiya bir inandım o elmdir. şeylərə. Elmdir, doğru. Yəni ona belə ötəri baxmaq lazımdır. Numerologiya elmi ümumiyyətlə bizim həyatımız riyaziyyat üzərində qurulub. Bəli, bəli. Hər şey hesablasaq, Bax, inanın mən saylandı. Türkan sönmüşdüm də bütün da hər şeydə. Hər şeydən, hər yerdən. Məni o nömrələr qaldırdı. İndi Nə bəlkə indi danışırsınız? gülərlər, kimsə buradan baxır mənə güləcək, amma doğrudan da o nömrələri dəyişəndən sonra yavaş-yavaş başladım durmağa. Nömrələr yatızdırmışdı hə, sizi.
Elə bir möcüzə oldu ki, Çox mən maraqlı bir əslində maraqlı bir mövzu. Mən mövzu və mən istəyərdim ki, o insanı dəvət eləyəsiz studiyaya. adı nədir? Xəyam. Mən də eyni adamla danışıram. Da. Xəyal mənim də Necə dostum. məni həvəsləndirdiniz? Mən mütləq dəvət eləyəcəm, amma indi dəvət eləyəcəyim bir dostum var ki, onu dəvət eləyəcəm. Elə buradan gəlin. Bəli. Doktorum, onkoginekoloq Könül xanım Mərdanova. Çox xoş gəldiniz Könül xanım. Buyurun, keçin, əyləşin. Mikrofonu mən sizə verim. Ginekologumuzdan, Xəstələrdən ancaq qaçar. Aha, xoş gəldiniz. Xoş gününüz olsun. Necəsiz? Hər kəs salamlayıram. Bizi izləyən hər kəsin. Gün ortası xeyir olsun. Saatdan xəbərim yoxdur. Bəli. Getmişəm salona, deyirlər ki, səhər 7-dən gəlib Könül xanım, buradan gedib artıq. Səhər saat 7-dən. Nigar da gələcək, o da gecikir həmişəki kimi, amma siz bilirik ki, siz xəstələrlə Nədənsə ona görə vaxtlaşıqlıq olur. Saat 12-dən sonra bizim Əsas çatmısan. ətrafı sıxlıq olur biraz. Doktor, necəsiz? Yaxşı, siz necəsiz? Biz də yaxşıyıq. Əslində Səhhətiniz, rəqəmləri eşitdim. rəqəmlərdən danışırdıq. Türkan, Nahidə xanım və Almaz xanım üçü də təsdiqlədi. Mən hələ ora gedib çıxmamışam da, Çıxarsan, amma inşallah. məni çox həvəsli. Siz inanırsınız? Yox. Mən deməli telefonumu dəyişdim. Maşın nömrəmi dəyişdim. Kart nömrələrimi dəyişdim. Hətta Maaşdı, başqa Telefonda kartlar. qoyacağımız kodu. Bəli. Damafon rəqəmini dəyişdim. Aa, Hamısını dəyişdim. İnan. Nə ki rəqəmlə bağlıdır Bəli, hamısını deyir. bəli. Dəyişdim. Mənə qəti o məndəki olan nömrələr, telefon nömrəm qəti hər şey bağlayırdı. Doğrudan da hər şey bağlanmışdı məndə. Həvəs ölmüşdü məndəki, durum bir dənə bunu buradan qoyum. Amma o nömrələri dəyişəndən sonra tamam həyatım doğrudan da biz bilirsiniz necə tələsirik ki, rəqəmi dəyişdim, tez hər şey olsun, amma elə deyil. elə də olmur. Da. Amma o təqribən olur, təqribən. Tədricən, yavaş-yavaş. Elə eyni. O hə, yavaş-yavaş olur Maviyə. Onu da özün görəcəksən nə var, nə yox. Bəlkə də elə, bəlkə də səndə olan rəqəmlər sənə düşərlidir. Uyğundur, hə? O da ola bilər. Bəli. O da ola bilir, bəs nə? Ancaq gərək olmaq lazım. Maraqlıdır, hə doktor? Doktor, Maraqlıdır. doktor, günortaya qədər neçə xəstə qəbul eləmisiniz? Bilmirəm, sayını deyəməyəcəm. Yaxşıdır hər şey. Hə, təxmini bir yəqin ki 18-17 olub. Tək günortaya qədər. Harada çalışır doktor? Onkoginekoloq, Milli Onkologiya Mərkəzində və onun Allah doktorun sizə- dostları, doktorun dostları qadınlardır. Doktorun dostları xanımlardır. 404-84-24 telefon nömrəmizdir. Canlı telefon açıb bizlə əlaqə saxlaya bilərsiniz və suallarınızı, cavablarınızı burada hamımız bir yerdə sizə suallarınıza cavab verməyə hazırıq. Doktor, mən istəyirəm qısaca Çəhrayı ayı ilə bağlı danışaq. Oktyabr ayıdır, artıq düz ortasındayıq. Bilməyənlər üçün deyək. Bilmirəm, bugünkü studiyadakı qonaqlarımız bilir ya yox. Bu ay Çəhrayı ayıdır, oktyabr ayı. İndi deyəcək. Ümumiyyətlə, Çəhrayı ayın mənası nədir? Qadınları süd vəzi müayinəsinə çağırmaq üçündür. Bütün dünyada hər bir dövlətdə müxtəlif belə aksiyalar keçirilir. Çəhrayı rəngə boyanır, müəyyən klinikalar və yaxud da körpülər ki, cəmaatın, ictimaiyyətin nəzərini çatdırmaq üçün. Çünki süd vəzi xərçəngi bilirik ki, bütün dünyada ilk sıradadır qadın orqanizmində və qadın olmağımız o deməkdir ki, əlbəttə uzaq eləsin. 8 qadından biri süd vəzi xərçəngindən dünya statistikasına əziyyət çəkir. Çox təəssüf olsun. Ona görə bu ay sırf xanımları maarifləndirmək, onları müayinəyə səslənmək. Çəhrayı ona görə bəli olunub ki, sadəcə müayinələrə getsinlər və çox təəssüf olsun ki, gözəl, bəli, bizim problemimiz o vaxt, amma istəyəndə hər şeyə vaxt tapırıq. Amma süd vəzlərini bir gözəllik orqanı kimi görürük də adətən, amma düşünmürük ki, xəstələnər, yox. Ən çox rast gəlinən patologiyalar ilə süd vəzlərindədir. Ona görə bu ayda çalışırıq ki, onu deyək və ginekoloqlar
bundan xüsusən də onkoginekoloqlar danışanda əslində qalanda bu da doğrudur. Çünki süd vəzləri qadının ikincili cinsi belə deyək əlamətləridir və gözəlliyini təmin edən. Bir də ana olduqda laktasiya, əmizdirmə funksiyasını yerinə yetirən bir orqandır. Doktor, Amma onun bu reseptorları genetik olur da, genetik döş olur. vəzlərində olur. Süd vəzidir, yumurtalıqdır, Onlar endometriumdur, bağırsaqdır. genesi. Bunlar eyni genlərlə idarə olunan mutasiyalar olanda yoxlanmısınızmı? Mən özümü yox. Heç bu zamana qədər. Gedirsiniz doktorun yanına. Heç fikirləşməmişəm ki, bu Allah genetik rəhmət ola bilər doğrudan da. Amma indi siz danışdınız, mən nəsə Yəni, ağlıma. Yox, belə yaxın buraxmayın. Yo, yaxın buraxmır da, ona görə heç vaxt yaxın Həm də buraxmamışam. maariflənin də. Psixoloji olaraq deyəndə ki, baxın, Sadəcə, hər prosta- kəs tibbi savada yiyələnmiş olmaya bilər. Görürsüz, Almaz xanım o dəqiqə dedi ki, bu genetik mutasiya olan bir xəstəlikdir. Bəli, genetik mutasiya, amma hər kəsdə genetik olacaqmı? Xeyr. Süd vəzi xərçənglərində 50% genetik mutasiya olur, amma o 50%-də həyat boyu, yaşadığı həyat boyu yenə də 50%-ə qədər yoluxa bilər. Yəni belə çıxır ki, hər bir halda genetikdir. Sadəcə yoxlanmağınız, baxın, üstünlüyü Lamiyə xanım, Çəhrayı ayı bir də xatırlatdıq, bir də süd vəzlərimizin olduğunu bildirdik. Mütləq yoxlanmaq Deməli lazım. ayın 6 ad günüm olub da mən bu aydanam. Oktyabr. Apasla aydı da. Qəşəng yox. aydı. Niyə səsləndirmə Təhlükəli deyil, əksinə, əksinə maarifləndirici aydır. Demirlər ki, bu ay nəsə baş verir. Deyirlər, bu ay. Görək Almaz bunu xanım nə vaxt sadəcə bir yada yoxlanır. salma. Mən deyim də bir 2-3 ay olar yoxlamışam. Yox. O süd vəzlərini yox. Demək bu Ginekoloji. ayda tərəzi bürcümüz bizim. Nömrələrə inanan Almaz xanım. Mütləq yoxlanacaq. Amma yoxlanar. Bu arada nömrəniz neçədir? Gələcəm, Telefon yoxlamağa. nömrəsi yox. Ümumiyyətlə sizə düşərli nömrə. 3-dür, 4-dür, 7-dir, 8-dir. 5 yox. 8. 8 o bilirsən olan birləşməsi də var da Lamiyə. Elə bir 8-2 mənə düşmür. Tamam düşmür. Bütün yollar məndə də elə bir 10 ki deməkdir, 8-2 8-2. Sizdə 82 idi, bəli. O da bir xanım vardı, məndən bir məclisdə idim. Elə bir xoşu gəldi məndən. Dedi Almaz xanım, olar mən sizə zəng eləyim, sizlə bir dostluq eləyim. Mən də eləyək də, nə var ki burada insanam da mən də. Deyirəm yaxşı. Onlar telefonlarımızı bizim bir məclisimiz olsa ya nə belə. Deyirəm yaxşı. Telefonu verəndə ona nömrəmi. Sıfırlar çox Dedi idi siz onda. necə Almaz xanım. bağlısınız bu nömrəyə? Sıfırlar çox idi onda. 2-0 idi. 8-2-8-2. Vəbşim belə. Belə elədi. Qayıtdı ki, bu nömrə səni tamam bağlayır. Deyirəm, necə bağlayır? O nömrə də məndə bir 20 ildir. 20 il çoxdandır böyle. Hamı əzbər bilirdi onu. Hə, inan- 82 82. İnanırsan, Buradan deyil, daha yoxdur o nömrə. İnanırsan Lamiyə, elə oldu ki, o insanla, xəyamla görüşdüm. Xəyallı. Xəyalla, Bəs o xəyam xanım verəm, nə xəyam. bildi? O xanım da bilir nömrələri yoxsa necə? O xanım O xanım mənə dedi ki, mənim tanışım var da, mənim O nə nömrələrimi bildi neçə. 8-2 sizə düşmür? Yəqin onunla söhbət eləyib bilir də. Bax, indi necə mən bilirəm. Hə. Elə bir ki, mənə o xanım dedi də. Yəqin ona da kimsə demişdi. Hə, ona görə o xəyalla görüşdük. Xəyal hamısını papoloçkum düzdür. Nömrələri atdınız qırağa. Atdım qırağa. Bir də 5 Ayfında oldu. gəlir də atım qırağa. Bağlayıb qoymuşam belə də. Bir ay bay gedir, ona ay bay şey Ödənişiniz verirəm ki, eləyib bağlanmaz. qalsın. Amma ki, nömrələrimi dəyişdim, tamam dəyişdim. Amma deyim sizə ki, çox rahatam. Sizin maşın nömrədə 282 Ha, idi. onu da dəyişdim. 013 idi məndə. 013. O O da da düşdü, düşmürdü mənə. Yox, tamam düşmürdü. Mən dəyişdim. 2-7-8 arası belə. Yəni Maraqlıdır bəli. mövzu olaraq. Mən o Mən- çox maraqlı elmdir. Onu oxumaq lazımdır. Bəli. Numerologiya elmdir. Bu belə Hə, mənə deyilə sıradan bir bəziləri şey inanmır, baxmayın. deyirlər ki, Yo, boş yo, yo, yerdə sən böyük elm. o uşaq şeylərdir, nədir? Amma Özdə xüsusən son vaxtlar deyir o çox rus demişkən adam buna fakt fikir na verir. litso da. Mənə Məhz düşdü də. numerologiya. Mən özümü o nömrələrdən sonra çox yaxşı hiss eləyirəm. O həmən o şey, o Həvəs yaranır fikirlər, bəlkə də. özümü belə əsəbləşdirim, yəni yoxdur elə şeylər. Və illərdir ki, mən oxumayım, səhnəyə çıxmayım, mahnılarımı sevirlər. Yəni belə ruhdan düşmürəm o barədə. Amma bəlkə də o nömrələr mənə dəyişdi.
Ola bilər. Musiqilərini sevirlər, özünü sevirlər Almaz xanımın. Oxumasa da hamı əzbər Amma bilir. çoxdandır yoxdur Könül xanım, inanın mən çoxdandır. Nə qədər adama zəng eləyirlər, nə qədər adamı dəvət eləyirlər. Lamiyə doğrudan bax neçə dəfə olub ki, sizin əməkdaşlar mənə zəng eləyib. Doğrudan da gələ bilməmişəm. İstəməmişəm yalancı çıxım da. Sən bilirsən, sənin xətrin bizə əzizdir və Bilirəm, əziz. sənin bax bu səmimi verilişində kim gəlməz? Düz. Çünki mən sən verilişimə gələndə ancaq pozitivlik olur burada. Ancaq gözəl auralı insanlar. Yəni sən özün necəsə, qonaqların da elə. Qonaqlarım da elə. Deyirəm Almaz xanım heç oxumasa da, elə bəs onun Olmağı orada verilişdə bəs olmağı eləyir əlbəttə. xüsusiyyəti. Çünki Əlbəttə. o Rusiyada var idi, Lyudmila Zıkinə deyirlər ki, ты не пой, Naydə neçə illərdir Lamiyanı tanıyırıq da. Həmişə səviyyəli verilişləri oldu. Düzdür, Mən bunu nə tanıram, nə. Həmişə mən sənin Neçə illərdir verilişlərimin tanıyırıq axı Lamiyanı. səviyyəsi həmişə yüksək olur. Bəli. Təşəkkür Ona edirəm. çünki özü Çalışmışıq biraz saxlayın Gəlməsək özünü. veriliş və elə bilmək ki necə. Amma vaxtım olmayıb ki gəlməmişəm. Həvəssiz olmusunuz biraz, əhvalınız oldu. olmayıb. Məndə də elə periodu olmuşdu, vaxt yadımda sonra, mən də gələ Sonra da bilmirəm. hara deyim gedim, teatrdayam da. Teatr biraz. Bizdə biraz Məşqlər məşqlər də- sıxır, çünki bizdə məşqlər üst-üstə düşür bəzi vaxtı, çox vaxtı. Yeri gəlmişkən, Tək olsun, dünən iş Afaq olsun. xanım Bəşir qızının Bəli, doğum bəli. günü idi. Mən ürəkdən təbrik edirəm. Hamımız qoşuluruq bu təbriklərə. bəli, təbrik Can edirik. sağlığı arzulayırıq Ancaq can Afaq xanım sağlığı. sizə. Afaq Bəşir qızı bir tarixdir. İncəsənətdə gözəl bir tarixdir. Afaq Bəşir qızının oynadığı rollar, adi danışıqları, adi söhbətləri, hamısı Afaq xanım, siz bizim üçün çox dəyərlisiniz. Siz bizim canlı korifeyimizsiniz. Allah sizə can sağlığı versin. Və Bəşir Səfəroğlu'nun da 100 illiyi idi. Bəli, 100 illiyi idi. Afaq Həm xanımın də Əhməd müəllimlə ailə həyatı. 45 illiyi idi. Hamısı birlikdə nə hamı böyük o bir rəqəmlər. gözəl rəqəm idi. Gözəl rəqəm idi. mənim Bir üçün daha çox təbrik dəyərli. edirik. Can sağlığı arzulayırıq Və sizə. Afaq xanım da oradan da aktyorlar üçün bir çox şey elədi. Nümunədir. Bəli. Gözəl bir Çox nümunədir. Bəli. Həm aktrisa kimi, həm sənəti, həm ailəsi, həm özü, həyat yoldaşı, uşaqları bir nümunədir aktyorlara. Valla biz istəyirik siz çox yaşayasınız, can sağlığı arzulayırıq. Can sağlığı. Və hamınız da oradaydınız. Almaz xanım yox idi orada. Biraz işlərim var idi ona görə. Aha, amma siz oradaydınız. Almaz xanımla Afaq xanım küsülüdür. Vay niyə? Amma ki təbrik edirəm. Can sağlığı, uzun ömür arzu edirəm. Məncə də bu Yox, küsülüyə onun bir nə son dəxli var? qoyulsa. Bəs nə? Necə? Bu küsülüyə bir son qoyulsa, onun Heç bir 70 il küslülüyü yoxdur. yubileyində Məndə küslülük yoxdur. heç olmasın. Ola bilər Aa, inciyərəm mən ki, bilmirdim. nəsə, Kin amma yoxdur, kin heç yoxdur. vaxt qəlbimdə saxlamaram. Saxlamayın da heç. Heç vaxt. Mən o günü elə Afaq xanım bizim hamımızdan məhv olaram. Yox, böyükdür, bizim heç vaxt. sənətkarımızdır. Nə olubsa sizdə Heç vaxt. Heç kimdən küslü olmamışam. Heç çox sevindim. İnşallah ki bu bir barışıq kimi elan eləmək olar. Ha, burada. kəşkə bu elə bax bu vallahi Mən xəbərim də yox idi. sevmirəm kimi ilə küsülü qalanı. Mən də Hə, söz verirəm narahat ki, oluram mən. Türkan, sən verilişə gələcəm. Təşəkkür edirəm. Və hazırlaş orada da Ümidvaram bir ki, barışıq, gözəl barışıq verilişim Türkanın var. verişində olar. Gözəl verilişi var Türkanın. Bəli. İnşallah canla başdan gəlir. Çox sağ olun əzizim. Xoş gəldiniz. Açdın verilişi. İkinci Qonaqların da mövsümdür gözəl. artıq. İkinci mövsümdür. Hə. Sabahki qonağım Zülfiyə xanım Babayevadır. Onun sabah ad günüdür və biz onu Kimin bərabər ad günü? qeyd O da tərəzidir bəlkə. Bəli. Zülfiyə xanım, baba, ay Zülfiyə xanım. Bəli, sabah çox gözəl bir veriliş alındı. Aha. Çox Sabah səmimi. yayımlanacaq. Bəli, sabah. Zülfiyə xanım da bu gündən təbrik eləyək. Sabah da Biz də təbrik təbrik edirik, eləyəcəm. Hə. Mən eləmişəm. Can sağlığı. Nə Bir gözəl. daha. Yaxşı ki bizim belə sənətkarlarımız var. Elə bax hamınız kimi, Almaz xanım kimi, sizin kimi, Afaq xanımı dedi, Zülfiyə xanımı dedi. Allah hamısına can sağlığı versin. Heç səhnəmizdən əski olmasınlar. Amin. Biz də onu arzulayırıq vallahi. Mən də razıyam. Ki, məni Biz də razıyıq Könül xanım. Biz- Səhnədən ayırır. Məşəd Kazımdan ayırma Hə, məni. səhnədən ayrılmayasınız. Mən də həmişə Peki, demişəm o sözü. sənət adamları ancaq səhnədə olsun, efir adamları efirdə olsun. Bizi yaşadan Layiqsiz adamlar səhnədir, lazım Ramiya, deyil. Bizi Bəli, yaşadan sizi yaşadan. səhnədir, bizi yaşadan Bizi yaşadan, tamaşaçılardır, bizi yaşadan tamaşaçının enerjisidir, bizi yaşadan tamaşaçının alqışıdır, məhəbbətidir, sevgisidir. Da nə deyim, hər şeydir, doğrudandır. Çünki biz onlara bağlıyıq, biz asılıyıq tamaşaçıdan, tamaşaçının enerjisindən, tamaşaçının hər əhval-ruhiyyəsindən. Hər alqış sizi Bəs yaşadır. nə yaşadır, göylərə qaldırır. Bəli, reklamların vaxtıdır. Reklamlardan sonra birlikdə baxaq. Günorta efirdəyik.
Reklamlar bitdi dostlar. Biz isə qayıtdıq. Qayıtdıq, nə qayıtdıq? Nigar da gəldi. Nigar İbrahimova, mənim əziz dostum, studiyanın direktoru. Gözəl bacım, xoş gəldin. Mikrofonu götür Nigar. Xoş gördük. Hər kəs salamlayıram. Efirimin tamaşaçılarını salamlayıram. Səni də sevirəm. Çox sağ ol, dəvət elədin. Var olasan. Sağ ol. Gözəl vizaj Mənim əzizlərim ustası. buradadır da. Yəni bu aura mənim üçün çox doğmadır. Ustad. Gəl. Bəli. Amma biz yığışmışıq bura. Biz yığışmışıq bura. Nigar, necəsən deyəcəm sənə? Biz biraz söhbət eləmişik. Bəli, səninlə də əcəb söhbət eləmişsiniz. eləyək. Eşidirdim hamısını. O tərəfdə. Bəli, eşidirdim. Bəs niyə demirdin gəlmirsən? Bəlkə biz səni Dedi, bayaq sözünüzü reklamdan- bölmək istəmirəm də. Bu da qalsın mənim kiçikliyimdə. Aha. Hər şey Var olun, yaxşıdır. hər şey yaxşıdır. Çox sağ ol. Var Bu olun. yaxınlarda bir gözəl bir toyumuz oldu. Zeynəbin toyu oldu. Zeynəb kim? Xala qızı. Üçümüz də toydaydıq. Bəli, bəli, bacı. Deməli Hamı deyir balaca bacı, deyirəm bəli. Həm Nigarın xalası qızıdır. Xalam qızıdır. Həm də bizim vizaj ustamızdır. Var olun. Çox qəşəng ustadır. Onun toyu oldu. Nigar, yeri gəlmişkən bəlkə bir təşəkkür eləyək. O bizim Eləyək, niyyət dostlarımıza, edirəm, fürsətdən müğənnilərimizə. istifadə eləyib, ümumiyyətlə yanımda olan qohumlarıma, əzizlərimə, ümumiyyətlə dostlarıma, elə könül xanım yanımdadır, üz-üzə deyirəm, hamınıza təşəkkür edirəm. Bacımın sənət dostlarına, yəni orada ondan çox müğənni var idi, hamısı o qədər şən keçirdilər, o qədər sən şəxsən Lamiyə, özünün orada var olmağın və sonuna qədər olmağın, yəni mənim üçün hamınız mənə şərəf Valla verdiniz. Könül xanımla o qədər oynamışdıq ki, heç Bütün, vaxt son zamanlar yadıma gəldi o qədər oynamaq. Mən qalmışam. Ümumiyyətlə bütün müğənnilər məclisimi çox şən keçirtdi. Bacımın, İradə yəni mənim İbrahimova iki dənə başda evladımın burada böyük bir tədbir oldu, ikisinə də ola bilmədi, amma bu Zeynəbin şansınadır ki, İradə Zeynəbin toyunda yoldaşla iştirak elədi. Hər kəsə təşəkkür eləyirəm. Hər biri o qədər doğma iştirak elədi ki, video elə bir postlar paylaşırlar. Toyda o qədər istilik vardı ki, o qədər canla qonaqlar o müğənnilərin qarşısında iştirak edirdilər ki, yəni müğənnilərin postlarında o toyun, o qonaqların o canlı o səhnədə ortada olmaqlarını görüb o qədər sevinirəm ki, bax müğənnini də belə istəyərlər, müğənni də belə məclislər olar, istənilən məclisdə olar. Bütün müğənnilərimə təşəkkür eləyirəm, gələn qonaqlara və orada olan abu-havanı elə bir vəziyyətdə yaratdılar. Sanki onlar elədi Zeynəbin toyunu. Hamısı sağ olsun. İllərin dostluğu, illərin, yenə deyirəm, hər bir şey qarşılıqlıdır. Amma bəzən aşırı dərəcə sevgi olan da elə moment axtarırsan ki, efir vasitəsilə onlara təşəkkür eləyəsən. Ay Nigar, hamı sənin balalarının yanındadır. xeyir işində iştirak eləyəm. Hamı sənin yanındadır. Bizim doğmalarımızın xoş Evlənmək günlər. üçün o arzunu gözləyənlərin qapısında toy büsat olsun. Biz də gedək əl-qol belə çərməliyək, bax orada şıdırığı gedək. Yəni orada olan Könül xanımın bu ağır qaməti orada özünü saxlamırdı. Biz o qədər oynayırdıq. O qədər pozitiv idi. Var olasınız. Sizin o gözəl balanızın toyunda Könül xanım. İnşallah. Mənim savadlı doktorum. O Lamiyə xanım da oradaydı toyda. Nigar xanım sözünüzü bölürəm, amma Nigarı, Zeynəbi də eyninə o qədər sizi hər kəs çox istəyir. Deyir sizə qarşı, həqiqətən siz o qədər hər kəsə qarşı diqqətcil, hörmətli, sevgi dolusunuz ki də. O özümüzdən qeyri-ixtiyari sizə qarşı o sevgi İnanın, bəzən doğmalardan, qan doğmalarından dostların o qədər yaxşı olmaqlarına sevinirəm. Nigar xanıma sözdür. O gün ərzində o məsələni sonuna qədər həll eləməyəcək. O qədər candan, içdən. İnsan düşünməzsən ki, kimin üçünsə nəsə bir negativ bir söz ümumiyyət ağzından çıxar. Eyni ilə Zeynəb. İradə xanımı da tanıyanlar. İradə xanımı tanıyanlar xüsusilə bir başqa bir sevgi Mən var. yeyib çata bilmirəm də, bu Nigarın salonuna yeyib çata bilmirəm. İnşallah. Elə indidən uşaqlar, nəvələr başlayıb. Amma İradə xanımın lap cavan, gənc yaşlarından başlayıb oxumağa, o vaxtdan mən onu tanıyıram, o vaxtdan da mən onu çox istəmişəm. İradə xanım açılışı elədi. Bəli. Daha sonra sağ olsun bizim müğənnilərimiz imkan olmadı. İradəni gözlədik ki, o Bütün nəsil kök Pəri elə xanım. bir acı idi, İradəyə alınmadı. Gününüz uğurlu olsun Pəri xanım, necəsiz? Hər vaxtınız xeyir qızım. Hər vaxtınız xeyir. Bütün qonaqlarımı salamlayıram. Çox gözəl qonaqların hamısını sevirəm. Çox sağ olun. Ən çox da Almaz xanımı. Onun üçün biz darıxırıq. Çox təşəkkür edirəm. Aha, buyurun. Hə can. Elə ona görə zəng elədim ki, qonaqlarımı salamlayam. Almaz xanımı, Nahidə xanımı, o birisi qonaqlarımı, yəni adını
Ver- Türkanı bilirəm. Türkan, Hə. aha. Pəri xan, verilişimizə elə başlayandan baxırsınız. Bəli, bəli. Da, saat 2 olan kimi mən MTV-ni Ay, gözüm. Ay, necə Bəli, sevindirdiniz məni. Mən təşəkkür edirəm sizə, var olun. Çox sağ olun. Can sağlığı qızım. arzulayıram Həmişə sizə. belə gözəl verilişin olsun. Bizi Sağ olun. yormayan. bizi Almaz xanımdan həvəslənən. hansı mahnını istəyirsiniz? Can, hansını oxusun, mən onun bütün Sağ mahnılarını olun. sevirəm. Onda Mən- oxusun. Sevdiyim qədər. Çox sağ olun xanım. Allah sizi var eləsin. Gözəl qızım, Bəli. gözəl bacım, bilmirəm nə deyim. Təzə nömrəniz də sizə uğur gətirir. Diqqətlə qulaq asın tamaşaçımız. Açmışam, almaz. Can. Çox təşəkkür İndi nə edirəm. bilim kim mənə gülür oradan, kim mənə düz başa düşür. Yox, qızım, yox. O düzdür, düzdür. Mən razılaşıram səninlə. Hə, canım. Razılaşır Çox tamaşaçı. sağ Çox olun. təşəkkür edirik Pəri xan. Sağ Oxuyun. olun, Lamiyə, sağ ol canım. Sağ olun. Həmişə belə verilişlərin olsun, belə qonaqların olsun. Var olun. Davam edin ha, bizə baxmağa davam edin. Hə, bəli, bəli, davam edirəm. Sağ ol qızım. Sağ ol. Öpürəm səni, Lamiyə. Gəlsin, Mən də sizi öpürəm. Var olun. Təşəkkür edirəm. gəlsin mahnımız. Ne zaman olsa çağır, harda olsam gələrəm. Bəxtimə qarlar yağır, mən səni itirsəm şaxtadan ölərəm. Aldadırsan görsəm də, yalan vədlər versən də, oyuncağınam sənin, bunu bilsəm də, bilsəm də. Sevirəm səni, yenə də sevirəm səni. Bax elə necə varsan sən lap o cürəm. Bağlayıb bu gözlərimi yaşayacağam gör kimi yalanlarını görə görə. Sənə də can bunu bil. Mənimki sevgilim başqa şey deyil. Bənimi sevənlər bilir mənimki bir əyləncə deyil. Bir əyləncə deyil. Bir əyləncə deyil. Bir əyləncə deyil. Tanrıdan budur arzum. Gözlerin hiç zaman yaşla dolmasın. Xoşbaxt yazılsın yazın. Benim tek cevapsız sevgi kısmetin olmasın. Ümidimi çeksen de, beni öyle küçülsen de. Oyuncağınam senin, bunu bilsen de, bilsen de. Sevirəm səni, yenə də sevirəm səni. Bax elə necə varsan sən lap o cürəm. Bağlayıb bu gözlərimi yaşayacağam gör kimi yalanlarını görə görə.
eləyirəm. Çox sağ olun. Enerji. Bax, bu mahnı. Hə, illərdir, mahnı öz effektini itirmir. Nə zaman oxusaz bunu, nə zaman bu səhnəyə gəlsəz, siz gedə bilmirsiniz səhnədən. Bayaq Siz verilişdən aradan gəlirəm. itirsiniz, səhnədən İllərdir bu getmirsiniz. mahnı, Qaydanda maşallah. yenə öz yerinizdəsiz. Vallahi. Ha? Bayaq verilişdəyəm deyirlər, bunu oxu, bunu oxu, bunu oxu. Ay bala, bəsdirim, bunu oxudum da. Tezə mahnılarım var axı mənim. İnsanların uşaqlığıdır da o mahnılar, hamımızın. Hamımızı. Bəli. Heç vaxt da köhnəlmir, maşallah. Almazın da səsindən yoxdur. Bəli. Sponsorlara bir təşəkkürüm var. Siz çayınız üçün mən biraz danışım və təşəkkür edim. Çünki onlara bir təşəkkür borcumuz var. Beləliklə, Sleep Baby uşaq bezləri, dostlar. Balaca mələklərimizin ən yaxın dostları Sleep Baby'dir. Körpələrimizin rahatlığı və sağlamlığı hər bir valideynin arzusudur. Elə buna görə dillərin etibarlı seçimidir Sleep Baby. Sleep Baby uşaq bezləri yanlardakı elastik bantlar övladlarımızın inkişaf dövründə rahat hərəkət etməsi üçün tam əlverişlidir. Nəmi daha yaxşı obturaraq körpəmizin dərisini tərdən, bişməcədən qoruyur və bədəndə səpkinin yaramasına mane olur. Sleep Baby, körpəmiz xoşbəxtdirsə, ana xoşbəxtdir. Sleep Baby nəm salfetləri də var ki, ətirlidir, meyvəlidir, gigiyenikdir. Apteklərdən və marketlərdən əldə edə bilərsiniz. Təşəkkürlər Sleep Baby'yə. Eləcə, sevginin ən saf anı toy günüdür. Dostlar, Dəniz Wedding Azərbaycan hər gəlin özünü bu gündə əsl nağıl qəhrəmanı kimi hiss edir. Gözəlliyin, zərifliyin və zövqün ünvanıdır. Dəniz Wedding. Dəniz Weddingdən gəlinliyi icarəyə götürən hər xanıma gəlin bəzəyi Camilla Beauty-dən hədiyyədir. Həyatınızın ən unudulmaz günü üçün xəyallarınızdakı gəlinlik burada sizi gözləyir. Bizdə hər gəlin bir nağıl qəhrəmanıdır. Dəniz Wedding Azərbaycan. Xocalı prospekti 29, əlaqə nömrələri 050 424 07 70. Tam Store marketlər şəbəkəsi. Tam Store bu məhsulların qiymətində ciddi dəyişiklik edib. Artıq bazardan ucuz ət, toyuq və meyvə tərəvəzi ala biləcəksiniz. Tam Store marketlər şəbəkəsi 13 oktyabrdan etibarən bütün qırmızı ət çeşidlərinə, meyvə və tərəvəzə, təzə toyuq məhsullarına tətbiq etdiyi bazardan ucuz qiymətlər strategiyasını uzun müddətli etməyi planlaşdırdı. Qeyd edək ki, endirim digər məhsullarda 10 manatlıq alış-veriş etdikdən sonra keçərli olacaq. Endirimlər təbii ki, bununla yekunlaşmır. Mağazada 3200 çeşiddə məhsul müxtəlif endirimlərlə təklif olunacaq. Təşəkkürlər Tam Store marketlər şəbəkəsi. Dünəndən sırağa gündən başlayıb. Bəli, və Milli Onkologiya Mərkəzinin onkoginekoloqu Dr. Könül Mərdanova sağlamlığa aparan yolda xanımlarımızı şəfa tapıb sağlam olmağa dəvət edir. Burada kolposkopiya, pap smear testi, HPV testi, HPV əleyhinə peyvənd, uşaqlıq boyunu yumurtalıq və vulva xərçəngi müayinələri, endometrial patologiyaların müalicəsi, açıq və lapaskopik bütün növ əməliyyatlar həyata keçirilir. Oktyabr ayı çəhrayı ay, süd vəzi xərçəngi ilə mübarizə ayı kimi qeyd olunur. Bu ay qadınlara sağlamlıqlarına daha çox diqqət yetirməyə təklif edirik və tövsiyələr edirik. Peşəkar onkoginekoloqumuz Dr. Könül Mərdanova ilə əlaqə saxlayın 050 563 01 89 və 055 403 55 44. Doktor, sizdən danışırdıq. Siz xanımların sevimlisisiniz və xanımlar sizin yanınıza gələndə təbii ki, düşünmürlər ki, nəsə pis xəbər alacaqlar. İnanın, o diagnostikaya gedəndə, yəni siz bir analizdə... Biraz o onko hissəsi olmağı negativəmi yükləyir? Yox, bilirsiniz necədir? Nə yaxşı ki, sizin kimi həkimlərimiz var. Mən bunu elə demirəm, məndən hamı razılaşır. Və doktor, elə həkimlər var ki, gedirsən yanına. Hətta mən ginekoloqlar tanıyıram ki, mənim tanışım qızın bir uşağı var. Böyüklərdən üzr istəyirəm. Mən ona hər sual verəndə ki, ikinci uşaq, biz niyə tək qaldı uşaq belə? Deyir ki, o qədər pis ginekoloq əlinə düşdüm ki, ikincisini dünyaya gətirmək istəmədim. Bu şərt daha, mən sizə söz deyirəm. Və sizin kimi doktorları görəndə insanlar xəstəliklərdən də qorxmur. Yəni, heç bir analiz verməkdən qorxmursan. Amma hamımız, mən inandırım ki, hamımız analizə gedəndə
qorxu içində gedirik ki, bunun nəticəsi nə olacaq? Mən sizə baxdı biraz danışaq. Nəticədən çox o ginekoloji müayinə həqiqətən bir çox xanımlarda sizin dediyiniz kimi bir ağrı ilə bərabər bir düşüncədə gəlir ki, ağrı olacaq. Elə sözünüzə qüvvət, bayaq Lamiyə xanım soruşur, neçə xəstəyə baxmışdım, xatırlamıram, yəqin bir 18 olub. Səhərdən indiyə qədər. Bir pasiyentə baxıram, ilk dəfə gələndə o qadın məni o qədər incitdi. Mən adi ginekoloji müayinədə anesteziya verirəm, yaşı olan bir xanım, deyirəm ki, xanım, axı adi ginekoloji müayinə incitməyəcək. O qədər insanı incidiblər ki, istəyirsən könüllü ilk dəfə tanıyır. İstəyirsiniz 50 dəfə, istərsəniz o inamsızlıq, biz onu insan kimi başa. Deyirəm ki, biz sizə sonra bir prosedurda eləməli olacağıq. Amma biz görək diaqnostikanı qoyaq, o zaman mən sizə anesteziya eləyərəm. Gedir yoldaşı başa düşmür. Kişi xeylağı deyir, sən niyə incidirsən, həkimi get, gəl. Axır bunu biraz indi naz deyə, ağrı kəsici eləyə iynə şəklində müayinə apardıq. Daha sonra prosedurunu elədi, bugün gəlib tərtəmiz hər şey və köməkçim deyir ki, Könxan, bu həmin xanımdır. Deyirəm ki, nə dəyişib doktor, o qədər inanma artıb ki, deyir, hamıya deyirəm ki, ağrı, deyirəm, bax, hər yerdə də ağrı verməyən həkim. Həqiqətən o qorxu var insanlarda, qadınlarda, hamımız qadınlıq, yəni bu normal bir şeydir. Bir də ki, o sizin dediyiniz tərəfi. Analizlərdə birdən eşidəndə, o anka sözü ki var qarşıda, bir də ki, o milli onkologiyanın həyətinə girəndə insan biraz ruhdan... Bizim qapımız ayrıdır, diaqnostika korpusu yox, onu da qeyd edim. Amma Lamiyə xanım, siz bunu bir də 17-18-ci illərdə, mən ilk efirlərə çıxanda görərdiniz. Deməli, ilk dəfə efirə çıxmışam İlhamə Bədəlova ilə. Hər dəfə də mən o efirimə baxa bilmirəm. Həyəcan. Efirlərə baxmayan adam, bütün gün onkologiyada xəstə baxan, demişəm, nə efirdir, qoyun mənə bir də göstərin, baxım, görüm. Gördüm İlhamə xanım elə suallar verir ki, indi hərdən deyirəm, İlhamə, sualı elə qısa ver ki, mən əvvəli yadımdan çıxır, uzun verir. Əvvəlini aşağı axır yadımdan çıxır. Yadımdan çıxır. Bəzən yorğun gəlmə, əvvəl amma təzə-təzə çox qorxu var idi. İnsanlar onkologiyada düşünürdülər ki, qapıda hətta oturub gözləyəndə bu keçəcək. Gedirəm, hələ də elə pasiyentlərimiz var, getmək istəmirlər, müayinələrə getmək istəmirlər ki, sırf ona görə ki, başqa bir yerdə doktor qəbul eləyin. Elə bir vəziyyətlərdə biz qəbul eləyirik. Təbii ki, elə insanlar var ki, ailədən gələn bir travması var, onları insani olaraq başa düşmək olar. Yəni... Xəstənin üzünə də baxır, deyirlər ki, səndə budur. Belə olmur, axı onu bir hazırla. Yox, deyirlər azdır. Deyəndən sonra da deyirlər ki, get, hazırlaş, nə istəyirsən, ye, iç, mənə oturur. Yəni, gəz, yəni onsuz da öləcəksən də, yəni belə bir şey. Bir gözəl xüsusiyyətini mən sizə deyim. Lamiyə xanım, siz dediniz, mən də fürsət olmuşkən, o qədər nümunəvi həkimdir, o qədər müsbət auralıdır. O insan xəstə belə gedib, danışığından inanın bəlkə də həmin gün o xəstəlik itir. Bunu özünün doktorumuzun tərifi üçün də çox aurası müsbət, insanlara pozitiv verən və narahat olma. O da olsa biz bunu belə eləyəcəyik. İnan xəstəlik özü çəkilir. Həkim ona görə demişik də həkim və ona görə də doktor xanımların dostudur deyirəm. Doktorumuza xəstə də göndərəndə deyirlər ki, o qədər mükəmməldir. Deyir, ay Allah, mən niyə çoxdan tanımırdım? Yəni, o doktorun özündən asıldır. Bu arada reklamın vaxtıdır, reklamlara ayrılırıq, daha sonra birlikdəyik, baxaq. Günorta efirdəyik. Könlümü körpe
Ay, təşəkkür edirəm. Bu köhnə mahnıdır yoxsa? Köhnə yox. Əslində mahnının Deməzdim ki, köhnəsi olmur, köhnə. yəni. Bunu İzolda Xanbabayeva yazıb. Sözləri Rəfiq Zəkəyə aiddir. Bu ünvanlı bir mahnıdır. O elə Kim bir ki, ünvanlayıb? Siz, İzolda Yo, yo, xanım İzolda yoxsa? xanım. İzolda xanım. Aha. Və onun elə bir ki, bu mahnını Şövkət xanım oxuyub. Ələkvər. Klasik mahnıdır. Bəli. Almaz xanım yeni nəfəs Neçə illərdir oxuyub. Bu mahnını mən uşaqlığımdan deyərdim ki, sevirdim və risk eləyib oxumuşam, jest eləyib oxumuşam, nə deyirlər. Zəng elədim İzolda xanıma ki, bu mahnını oxumaq istəyirəm, icazə versin. Dedi, niyə vermirəm? Əgər yeni nəfəs verəcəksən o mahnıya, oxu. Elə oldu ki, elə studiyada Şökət xanımı yaşatmısan da bu mahnıyla. elə bir studiyada elə onun istədiyi kimi oxumuşam. Özü oturmuşdu, mən oxuyurdum. Necə deyirdi, elə də oxumuşam. Yəni artıq bir şey eləməmişəm orada. Çox qəşəng də alınıb, deyil mi? Çox qəşəng mahnıdır. Mənim ən sevdiyim mahnıdır İzolda xanım. Ümumiyyətlə İzolda xanımın çox Çox mahnısı gözəl, yoxdur. hə, çox gözəl Barmaq yazdı. sayılacaq. İlhami xanım oxuyub mahnısını. Yəni belə barmaq sayılası mahnıları var, amma hamısı belə çox belə zövqlü mahnılardır. Belə. Belə, Zərnigar xanım. Salam Lamiyə xanım. aleyküm. Salam Melek, Lamiyə xanım, necəsiniz? Yaxşı, siz necəsiz? Sizin səsinizi eşitdik, olduq laf yaxşı. Ay, Həmişə nə yaxşı gözəl. olasınız. Təşəkkür Allah edirəm. can sağlığı versin. Qonaqlarınızı da salamlayıram. Aha, Məni efirə qoşan oğluma da çox sağ ol deyirəm. Allah Pozitiv razı olsun xanım hamınızdan. təşəkkür edirik. Borcudur. Buyurun. Bugün mənim ayın 13-cü nəvəmin ad günü olub. Aha. Cəlalın. Mən prosta efirə düşə bilmədim. Bir dənə xahiş eləyirəm ki, sənə qurban, onu təbrik eləyərdiniz. Adı nə idi? Adı Cəlaldır. Anası Cəlalım. Təranə, bacısı Məryəm. Ondan sonra babası, nənəsi, dayıları təbrik eləyir. Nə gözəl. Siz də təbriklərə qoşulardınız. Ona bir qəşəng mahnı ərmağan eləyərdiniz. Sizə qurban. Ha, eləyək də, Cəlal, doğum günün mübarək olsun. Ayın 13 anadan olmusan. Neçə yaş olur? 11 yaşı oldu. 11 yaşı olur, maşallah. Ataya, anaya, vətənə layiqli evlad olasan inşallah. Allah saxlasın, can sağlığı, dərslərini qəşəng oxu Cəlal. İnşallah ki, gözəl xəbərlərini eşidək. Vətən üçün igid əskər böyüyür. Bəli. Bu da bizim təbrikimiz. Baş üstə. Biraz sonra da mahnını oxuyarıq. Təbriklər. Belə, oturmuşsan ya Türkan, çox sakit oturmuşsan. Hə, heç danışmırsan. Bərabər yığılıb söhbət edir. Dinləyirəm, xoşuma gəlir sizin. Mikrofonu yaxın tut biraz. Yox, yorulmur. Əladır. Aycan. Hə, yox. Elə, yəni veriliş açandan sonra biraz dəyişdim. Nə mənada? Pis, yaxşı. Yox, yaxşı, yox. Pis. Mən düşünmürəm ki, hər bir qadınlar ümumiyyətlə hamısı gözəldir. Sadəcə biraz baxımsız qadınlar var, bir də baxımlı qadınlar var. İki kateqoriyaya bölmək olur. Amma qadınlar gözəldir və onlar dəyişəndə pisə doğru dəyişmirlər. Onlar yaxşıya doğru dəyişirlər. Çünki qadın dəyişəndə... Amma hər adam belə baxa bilmir də, Lamiyə. Bu sənin içinin gözəlliyidir ki, belə yanaşırsan. Mən hər zaman onları, qadınların hamısını gözəl görmək istəyirəm və mənim dostlarım, təkcə dostlar deyil. Daxilin gözəl. Hə, təkcə dostlar deyil, hətta belə tanımadığım qadınlar da görəndə mən onlara da nə gözəlsən, necə yaxşıdır, mikrofon götüründə hamı məndən daha Vallahi o qədər geçmişik ki üstümüzdən. Bu gözəl sözləri deməyi bacarmalıyıq. Bəli. Və bilirsiniz, Türkanın çox gözəl qələmi var. Türkan yazanda yazır, çox da təsirli yazır. Lazım olanda sözü kiməsə demək istəyəndə Türkan yəni onu 5 dəqiqə elə yazır ki, 2 kəlmə ilə söz gedir çatır yerinə. Yəni onunla da belə Türkan gözəl veriliş açıb YouTube kanalında. Nə verdi bu veriliş sənə? Biz bilirsiniz, Nə dəyişdi sənin həyatında Ruhi bu xanımla veriliş? bərabər çalışırıq. Bu Salamlayırıq onun orada kanalıdır. Ruhi xanımı da. Mənim əziz bacım. O RTV bizim holdingin nəzdində bir YouTube layihəsidir, amma orada bir peşəkar televiziya heyəti var. Və bax bu verilişlər necə çəkilirsə, bizim verilişlər də eyni səbqidə çəkilir. Orada rejissorlar, operatorlar, montajyorlar, redaktorlar, yəni hər şey çox peşəkar səviyyədədir. Biz də çalışırıq ki, qalmaqaldan uzaq gələn qonaqlarımızın içinin gözəlliyini,
əslində kim olduğunu və əslində çox gözəl insan olduğunu göstərək. Və mən çox sevinirəm ki, mənim hər verilişimdən sonra mənim qonağım zəng eləyib deyir ki, mən özümü burada kəşf elədim. Adamlar 60 yaşına çatırlar və özlərini kəşf eləmiş olurlar. Bu məni çox sevindirir. Məsəl üçün 60 yaşda, 30 yaşında bir gənc də bunu deyə bilər. Yəni gəlirlər və özlərini bir daha sevirlər. Və çıxıb deyirlər ki, hələ belə danışdığım olmamışdı. Bir müddət ümumiyyətlə fasilə verirlər danışmağa ki, burada bütün ürəyimi boşaltdım. Mən verilişdən aldığım rəylər, düşdüyüm o aura mən çox xoşbəxt eləyir. Və mən sevinirəm ki, bugün qalmaqal etmədən də Lamiyə, sən illərdir bu yolu tutmusan, sən qalmaqal eləmədən də. Eləsən də yaraşmaz və eləsən də baxılmaz. Sənin verilişlərin baxılır. Valla, mən bir dənə qalmaqal eləyib baxılmayacaq. Sənin verilişlərin baxılır. Düzdür, mən vaxtında çox qalmaqal eləmişəm. Hələ də məni danışdırmayanlar var, amma bu da indi medianın tələb elədiyi şeylərdir. Əslində, bugün bilirlər ki, düzünü yazmışdım, amma hələ də incikdilər. Məsələn, düzünü yazdığıma görə də incikdirlər. Əslində, sən qalmaqal eləməmsən heç vaxt. Sən olanı, bildiyini yazıb, məsələn, birinin şahidi mənəm. Yəni, adam bildiyini yazdı. O birisi zəng elədi ki, sən bilirdin bunu, niyə yazdın? Bu da deyir ki, əşi, mən, yəni pis şey deyildi də, bunun bir elə şeylə var ki, onu doğrudan da gizlətmək lazımdır. Biz, Almaz xanım, nələr bilirik? Mən də çox şey gizlətmişəm əslində. Nələr bilirik biz? Dost, biz çox şeylər bilirik. Aparıcı olaraq, jurnalist olaraq yazar, biz bilirik. Amma onları efirə gətirə bilmərik. Onları biz elə, amma elə şeylər var ki, yəni Türkan deyir ki, mən bunu bilirdim də, mən yazmasam 2 gündən sonra kimsə yazacaqdı. Nə olur mən yazanda? O adam küstü, ağladı, illərlə səni danışdırmadı. Qarqışlar yağdırdı. Qarqışlar gəldi. Axı bunu onsuz da hamı, müğənni idi. Yəni bu şeylərin birinin şahidi mən olmuşam məsələn. Birinin yox, bir neçəsinin. Mən bir neçə belə hadisələr yaşamışam. Amma çox şükür ki, bugün verilişə gələn insanlar bilir ki, kimin qarşısında oturub və elə söz danışır ki, onu sonra kəsməyə də ehtiyac olmur. Yəni biz o qədər səmimi söhbət eləyirik. Bax, Türkanın çox gözəl bu günləri formatda verilişi var. Bacım da o verilişdə olubdu, sevirəm. Amma doğrudan da aparıcı qəlbə toxunmamalıdır. Sən əgər bunu bilirsənsə, bir insan olaraq dünənə qədər Türkan xanımın elədiyi o işinlə bağlıdır. Şamil Türkan deyil, Türkan mənim ürəyimdir, canımdır. Amma bir aparıcı, bir insanın içdən ahını almamalıdır, qəlbinə toxunmamalıdır. Əgər bu bunun sirridirsə, bu bunun toxunulmazıdırsa, qoy toxunulmaz qalsın da. Bizim bildiyimiz çox şey yoxdur bəyəm. Biz də çıxıb danışarıq da. 1000 efirdə 1000 qalmaqal üçün mənə senari yazıblar. Gedib hər şey demək mi lazımdır? Bu şey sənin yanında olub, bu şey sən bilirsən. Bir araşdır, bəzən onun altını çəkir insanlar. O ahların altını çəkir. Və olmazlar var. Bu günlər Türkan da deyir ki, bax, bəzi insanların danışdırıram. Onların içində qalan incikliklərini və yaxud da fikirlərini, xalqın onları tanımadığı üzlərini mən açıram ki, düzü budur. Siz bunu bu qədər pis pəncərədən baxmayın. Ona görə də Türkanın bugün formatı çox insanlar tərəfindən niyə sevilir? Türkan tamaşaçısına və qonağına, illərdə başqa tərəfdən tanınan qonağını çox gözəl aşılayır. Və bunun pis tərəfi yoxdur, axı bunun yaxşı tərəfləri də var. Pisdən vurmaq olmaz. Yetər ki, qarşımdakı insan səmimi olsun. İnanın orada heç bir pis niyyət ola bilməz. O qədər gözəl görsənir. Səmimiyyəti hər kəs hiss eləyir. Əlbəttə ki. Yetər ki, səmimi olsun. Əlbəttə ki. O qədər axarı ilə gedir o söhbət və heç deyilən sözdə illərlə elə insan olub ürəyində bir söz saxlayır ki, mən bunu heç vaxt açıqlamaram. Açıqlayır, amma peşman olmur. Əksinə deyir ki, ürəyim rahatlaşdı. Nə yaxşı mən bunu dedim. İllərdir bu məni incidirdi. Bəli. Yetər ki, səmimi olaq. Vəssalam. Çünki biz heç də sığortalanmamışıq. Heç kim heç nə. Yəni mən başqasının həyatından yazdığım zaman öz həyatımda baş verənlər də vaxtında efirə çıxartdılar. Yəni biz bu yolların hamısından hamımız keçmişik. İnsanın başına nə gəlmir ki? Sənin bir yazın mənə o qədər təsir eləmişdi ki, yəni bəsdirində. Yəni və yazanlar da, göstərənlər də, yazanlar da, danışanlar da öz həmkarlarım idi. Öz dostların idi. Həmkar nədir? Həmkar olsa deyərsən həmkardır. Yəni həmkarı belə dayanmaz, stop eləmək yerləri dayanmır. Yəni stop kimə neynədir ki, pis olub özü bilindi. Türkan maşallah istədiyi yerdədir. Təkcə Türkan üçün deyil ki. Hamımız üçün o var. Hamı üçün. Yəni elə yerindən adamı zərbə ilə vururlar. O vuranlar var ha. O vuranların bilirsən nə qədər vurmalı yerləri var. Amma ki özlərinin əlbəttə ki. Telefon xəttində dedilər. Nazilə xanım, salam əleykum. Salam. Necəsiniz? Yaxşıyam, siz də yaxşı olun. Mən
Almaz Ələsgərova xanıma görə zəng vurmuşam. Yaxşı eləmisiniz. Buyurun, biz sizi dinləyirik. Mən Almaz xanım çox xoşlayıram, çox sevirəm. Amma efirdə yaman az görürəm onu. Almaz xanım, niyə efirə az çıxırsınız orada? Ne bileyim valla. Balamiye verilişi gibi verilişler olanda çıkacağım. Aha. Mən öz məhəbbətimi, onu xoşladığımı ona bildirmək istədim. Çok sağ olun, Yaxşı çok sağ elədiniz. olun Nazile Hanım. Sağ olun, var olun həmişə. Allah sizdən razı olsun ki, bizə baxırsınız. Siz ki mənə böyle güzel sözler deyirsiniz. İnanın ki mən özümdə biraz da cavanlaşdım. Onda kimsə süzərdən bir Almaz Ələsgərovanı çağırın verilişimizə. Biz, valla, mən bilirsiniz nə qədər vaxt axtarıram. Vallahi Lamiye məni o Nazilə qədər xanım, 2 ildir efir axtarıram Almaz xanımı. O günü Kərimin verilişində Mega Show bizim kanalda yayımlanır. Onu görəndə, Almaz xanımı görəndə tez yığdım ki, Rövşən, dedi, hə, Almaz xanım söz verib bizə də gələcək. Ben ora dəvət eləmişik, bura da gələcəkdir. Yəni, bundan gözəl nə var? Almaz xanım? Nazile Hanım çok sağ olun. Belki mənə sualınız var. Bəs ona bir dənə sual verin. Bu yaxınlarda efirə harasa çıxacaq, mən ona baxım. Çıxıb da, baxın bizə də. Burada Türkiyanın verilişdə çıxacaq. YouTube'a bakarsınız. Efirdən sonra zamanını alacağım. Sözüm burada tutar. Deməli bugün 2 dənə verilişdə olmuşam, verilişdən gəlirəm. Aha. Bu ikinci verilişimdir. 1-2 həftə dincələcəyəm. 2 həftə olmayacaq. Ona görə siz bin doya baxın, hələ saatlar neçədir. Hələ vaxtımıza var. Hələ bu qəşə Mənim ona şəklim də var. Mənim ona şəklim də var. Toyda. O Qorxmaz Əlilinin lotereyası var idi bir vaxtda. Ya Çingiz Əhmədova. Mən ona şəkil də çəkdirmişəm. Ay Nazilə xanım. Bəli. Qorxmaz Əlilini də görmək istəyirsiniz? Hə, nə olsun? O da sabah gələcək. Yeri gəlmişkən onu da sabah izləyə biləcəksiniz. Baxın ona da. O hansı kanaldır? Bu el bizdə olacaq, MTV'də olacaq. Bəli, nə vaxtdır? Sabah bizim verilişdə olacaq, onu demək istəyirəm. Hə, Hə, Qorxmaz Əlilini də istəyirsinizsə görmək, o da sabah olacaq. Yəni bu da bir anons olsun. Yəni sabah baxarsınız. Yox, mən уже baxıllıq eləyirəm. Nazire xanım tək məni sevin. Yox, Qorxmazı sevməyin, məni sevin. Belə, təşəkkür edirəm Nazilə xanım. Əslində, bax belə, tamaşaçılıq görürsünüz. Bayaqdan kim zəng gelir, deyir tez-tez efirə çıxın. Yeri gəlmişkən Qorxmazın da ad günü idi də, onu da təbrik eləyək. Sabah mən təbrik ediyorum. 68 yaşı. Nə vaxt oldu? 60 dünən deyəsən. Dünən idi. Onda Mən də dünən 68 telefonla yaşı. danışmışam, heç deməmişəm, təbrik edirəm. Sabah efirdən Mən də təbrik buradan edirəm. təbrik edirəm, fürsətdən istifadə edirəm. Çünki Qorxmazla bizim illər dostluğu var. Yəni biz doğrudan illərin dostuyuq, ailəvi. Hə, təbrik edirəm. Əsas can sağlığı, ay Qorxmaz. Qorxmazı biz çox istəyirik. Çox gözəl. gözəl insandır Qorxmaz. Çox gözəl xasiyyət və gözəl ailəsi var, gözəl ailə başçısıdır. Vallahi mən öpürəm səni Qorxmaz. Nəvəsi var Qorxmazın. İnşallah. Sabah açıqlayacaq da, indidən danışmayın. Onu sabah mən soruşacağım, özü deyəcək. Aygül xanım, salam aleyküm. Aleyküm salam, ey gözəl xanım. Necəsiz? Yaxşıyıq, siz necəsiniz? Yaxşı, Siz hələ bir ki, bu MTV kanalının gözüsüz. Bizim gözəl aparıcılarımız var. Gözəl xanım. Hamı aparıcıları sevirik. Səhərdən axşama qədər bizə baxın. O qədər gözəl aparıcılarımız var. Bizim kimi Hamını hamımız. sevirəm. Hələ bir ki, o sizin kanala baxa-baxa biraz özüm stressindəyəm. Hələ bir o stressləri əsəbə atıram mən. Hələ bil ki, bunun ulduzu Bu Almaz yanağındadır. xanımı, gözəl xanımı, o bir xanımlara da hörmətim var. Qonaqlarınızı salamlayıram. Amma o bizimki bir başqa cürə xanım. Almaz xanım, bax sizin üçün zəfrətlə gördünüz. Bir o bizim üçün başqa bir xanımdır. Sağ olun, çok sağ olun. Adı ne oldu hanımın? Allah onun iki gözəl Aygün balasını xanım. xoşbəxt Aygün eləsin. hanım çok sağ olun, var olun. Sağ olun. Nereden anlısınız diyesen? Yox, Maşdağı qəsəbəsindən. Maşdağı. Bak sen maçtağı da bacım olur ha. Allah yaxşı. Türkan da Salamlayıram Maşdağı Lamiye. adı. Buradan bacım baxır mənim. Aha, Rəylə salamlayın. xanım. Bacı səni salamlayıram, öpürəm səni. O qədər səni çox istəyirəm. Məndən də Bilirəm ki, salamlar. sən bütün mənim o verilişlərimi izləyir. Sonra da zəng vurur, deyir mənə ki, bax burada belə elədin, burada elə elədin. Belə eləmə. Mənim diqusdadım. Nə gözəl. Öpürəm nə- səni çox- bacım. Sağ olun, Çox çox sağ gözəl olun. zəng idi. Təşəkkür edirəm. Bütün Azərbaycan bizə baxır, bütün Bakı kəndləri bizə baxır, bütün Maşdağlılar o qədər gözəl həm şəhərləri, insanlardır. həm kəndləri bizə baxır və ən gözəli bir siz nədir? Biz xoşbəxtik ki, bizi həm qadınlar, həm kişilər izləyir, amma qadınlar biraz çox.
izləyir. Yəni daha çox qadınlar izləyir. Hə, harda qalmışdıq? Söhbətimiz əslində getdi və mən bir söz demək istəyirəm. Nahidə ilə. Nahidə ikinci dəfə də bizim verilişdə olur. Nahidəyə deyəcəm, niyə saçınızın rəngini dəyişmisiniz? Yaraşmadı. Əslində 2026-nın trendində bu rəngdə var və Naidə xanımın da üz teninə çox gözəl yaraşır. Düzdür, mən makyaj uzmanıyam, yəni özümə makyaj vizajist kimi baxıram hər zaman. Amma rəngini açıbdır və qısa... Mən özüm eləyirəm makyajımı da. Özünüz eləyirsiniz, yaxşı eləyirsiniz, Və maşallah. Artıq saçınızın illərdir rəngini peşəkar olur. Vallahi inandırım sizə o qədər tez eləyirəm. Adi bu stilka, mənə deyirlər ki, sən necə göz ver Naidə xanım mənim arıqlayana artıq. lap gözəl, işıqlı olub, daha Ay fərqli can, olubdur. çox Elə sağ olun. deyirsiniz. Maşallah, bəli, elədir. Çox sağ olun. Çox Naidə səbirli, elə hə. bax gülər üz, çox pozitiv. Onunla bir, bu yaxında biz Bir yerdə dincəlmişik. yayda deməli dincəlirəm bağda. İndi o deyir, Bakılılar deyir, qaşanıram. Deyirəm, ay Allah, yox, harası çıxmaq lazım deyə. Oturmuşam, deyirəm, yadıma gəldi, Naftalana gedirik. Necə vaxtı deyirəm Naftalana, bu isti cırhacırda yadıma düşüb Naftalan. Zəng vurmuşam, deyirəm, Naidə, gedirik. Naidə idi bir də, deyilən. Naidə, gedirik. Hazır. Getdik Naftalana. O qədər gözəl dincəldik. Bu qadının o qədər belə yolluğu superdir. Yəni, Ona görə deyiləsi də Allah deyil, ürəyinə Allah'ım. görə verir də. Allah hamının ürəyinə görə versin. Ay xanımlar, gözəl xanımlar. Bilsən, o qədər bax, bunda Naidədə belə pozitivlik var da. Naidə, getdik çay içməyə getdik. Getdik çörək yeməyə getdik. Getdik basenaya getdik. Vallahi qəbul eləmək. Nə bilim hara, hər şeydə. Ruhun incimir də, bildin. Bir dənə demir ki, mənim oxudum yoxdur, belə şey yoxdur. Yəni belə yolluğu superdir da Naidənin. Bir də görsəniz almazdan səs çıxmır. Otağımızdayıq proseduralardan sonra da. Mən də pişiklərimi aparmışam. Görürəm bundan səs çıxmır. Götürüb pişiklərimin şəklini çəkirəm buna göndərim ki, bir dillən də. Deməli, aha. Belə bir Sevinç xanım, Salamünaleyküm. gününüz uğurlu olsun. Necəsiz? Hər vaxtınız xeyir olsun. Hər vaxtınız Sizi xeyir. görürüm ekranda. Evlərimizə qonaq gəlirsiniz. Biz necə ola bilərik ki? Ay nə gözəl. Orada qalmaqal yoxdur. Bezdirici söhbət yoxdur. Səmimiyyətdən söhbət gedir. Mehribançılıqdan, sənətdən söhbət gedirsə, mən necə ola bilərəm bir tamaşaçı kimi? Onda Çox bildim ki, gözəl. qəşəngsiniz, yaxşısınız. Bu da sizin savadınızdan, bu da sizin kübarlığınızdan irəli gəlir. Təşəkkür edirəm Sevinç xanım. Mən orada xanımları salamlayıram. Naibə xanımdır, Nigar xanımdır, orada doktorumuz var, jurnalistamiz var, onları salamlayıram. Bəli. Bir də ki, Almaz xanıma. Almaz xanım, orada səmimiyyətdən söhbət getdi. Doğrudan da Almaz xanım elə bir sənətkardır ki, mən onu həyatda görmüşəm, məkanların birində. Çox səmimi, çox sadə xanımdır. Orada sənətçilər, sənətkarlar, yəni ümumi deyirəm, çox sadəlikdən, səmimiyyətdən söhbət edə bilərlər, amma həyatda elə deyil. Çox rastlaşmışıq. El şənliklərində də, konsertlərdə də, məkanlarda da. Amma Almaz xanım doğrudan da seçilən xanımdır. Sağ olun, çox sağ olun, utandım. Allah can sağlığı versin, Allah verilişinizi uzun ömürlü eləsin. Təşəkkür edirik. Sağ olun, var olun. Və bir də mən sözümü kəsməyin, çox xahiş edirəm. Mənim oğlum da müğənnidir. Aha. Mənəvi bir köməklik istəyərdim, mənəvi. Əgər mümkünsə, nömrəm orada var, əlaqə saxlaya bilərəm. Baş üstə. İnşallah Başımız ona var. qulaq asmaq lazımdır da. Görək nəyə qadirdir, nə oxuya bilir. Mən videoları göndərə bilərəm. 9 Hə, yaşından, Lamiyə. yəni birdən-birə yox, 9 Dinə köməkçilərlə yaşından. göndərsin. Yəni bu sənətdədir. Sadəcə kölgədə qalır. Göndərin videolarını da biz hamısını çatdırarıq Almaz xanıma, narahat olmayın. Hansı nömrəyə göndərim? Axı məndə WhatsApp nömrə yox. İndi oğlanla danışın, indi sizə Rövşən nömrə verəcək. Yaxşı? Təşəkkür edirəm. Sağ olun, Belə, çox sağ olun. görürsünüz, insanlar həm arzularını, istəklərini sözdən bəlkə oxuyasınız. Lamiyə, sənin verilişin elədir ki, bax xanım dediyi kimi, mahnı davası getmir. Nə bilim, kim kimi söydü getmir, qalmaqal getmir. İnsanlar darıxıblar elə şeylər Bir üçün. də yorulublar o qalmaqaldan. Vallahi səhər açılırsan, spor,
Axşam İnsanlar da spor. aqressiv olur. Səhər açılandan ki bu dava qırğın gedəndə Vallahi da. insan ona yüklənir axı. Bəs Ümumiyyətlə, bizə son baxanlar vaxtlar var, çox evdən aqressiv. baxanlar da yüklənir, köklənirlər. Narahatçılıq insanlar ona görə aqressiv olub. Mən çox arzulayaram ki, ümumiyyətlə efirlərimiz çox sakit, nümunəvi insanları dəvət Təmizlənsin eləyək. biraz, düzdür. Kimi ki təbliğ eləmək olar, onları təbliğ eləyək. Nə ki yaxşıdır onu göstərək. Vallahi o qədər gözəl insanlarımız var, gözəl tələbələrimiz var. Evladlarımız, elə evladlar gedib elə gözəl bal yığıblar, oxumaq, universitetlərə, yaxşı universitetlərə daxil olublar. Gözəl olimpiadalarda iştirak eləyirlər. Bunları göstəririk də baxmırlar. Bax deyir ki, Baxın, nümunə götürün evladlarınız üçün. deyir ki, verilişlərə gəlmirsiniz, hə? Bax hansı verilişə gedim mən, deyinəm mənə. Səhər açılığından dava qırğında axşama kimi. Hansına mənim o yaşımdır ki ya, o sənət adamıyam ki ya, mən gedim oturum orada. Qalma qala qulaq. Kimisə müqayisə eləyim, kiməsə dərs deyim, o dava şava ki, kimisə ayrılım. Mən istəmirəm. Mən istəmirəm. Və bir dənə də söz tuturlar adamın ağzından. Qoyurlar Instagrama. Qızlarım da yekə qızlardır. Zəng vururlar, mama bu nə söz dedimsən? Day bilmir ki, məni orada elə bir şeyə salırlar vəziyyətə. Mən qalıram, o vəziyyəti göstərmirlər, mənim danışığımı yazırlar. Bildin, uşaqlarım da mənim narahat olurlar. Zəng vururlar, stres keçirdirlər. Zəng vururlar Lamiyə, deyirlər, mama getmə, eləmə. Bizə pis gəlir bu. Biz istəmirik sənə kimsə nəsə söz desin. Düzdür. Heç bir evlad istəməz ki, valideyninə söz gəlsin. Mən düz deyirəm. Ona görə də mən getmirəm verilişlərə. Seçirəm verilişləri. Vallah, mən çox istəyirəm ki, alimlərimizi efirə çağıraq. O professorları çağıraq. Nümunə götürsün. Uşaqlar, evladlar onlara bənzəmək istəsinlər. Oxusunlar ki, alim olsunlar, oxusunlar ki, professor olsunlar, oxusunlar ki... Ay bacı, sənə qurban, qabaq, dövlət televiziyası bir dənə televiziya idi, oradan nümunə götürdülər, həm diktorlardan. Həm bizim nə cür diktorlarımız olub, ən savadı, həm görkəmi, həm danışığı, həm rəftarı, hər şey. Valla diktorları yoxluyurdular ki, bunun ailəsi var, yoxdur, bu efirə çıxa bilər, söz deyə bilər, deməyə bilər. Efirə çıxmamışdan... Müğənnilər özlərini o günə salırlar ki, deyən bir dəqiqə sonra yadımdan çıx. O qədər günə salırlar ki, elə bir sözlər yazırlar, ərdən mən oxuyuram da. Yazırlar, bəziləri də yazır, bunun atası, qardaşı yoxdur. Ay sağ ol, hə. Bunun balası yoxdur, oğlu yoxdur. Necə icazə verir o anası orada bu vəziyyətdə, ya belə sözlər danışır, ya belə bir geyimdə, belə bir vücudda. Nə bilim, hər insan gərək danışığını, hərəkətini, qeydiyini, bizim ölkəmiz elə ölkədir ki, olmaz da. Zəfər dolu. Qaliblər yetişdirmişik. Qələbələr görmüşük. Biz artıq qalib devlətik. Mən sizə inandırım ki... Azərbaycana da ancaq qalibiyyət yaraşır. Ancaq. Reklamları, bizə də reklam yaraşır, reklamlar. Günorta efirdəyik. Reklamlar bitdi. Əziz dostlar, mən sizə sponsorlarımıza bir təşəkkür eləyim. Bu Sleep Baby'dir. Sleep Baby uşaq bezləri, balaca mələklərin yaxın dostu. Körpələrimizin rahatlığı və sağlamlığı hər bir valideynin arzusudur. Buna görə dillərin etibarlı seçimidir Sleep Baby. Sleep Baby uşaq bezləri yanlardakı elastik bantlar övladlarımızın inkişaf dövründə rahat hərəkət etməsi üçün tam əlverişlidir. Nəmi daha yaxşı hopdurur, körpəmizin dərisini tərdən bişməcədən qoruyur və bədəndə səpkinin yaranmasına mane olur. Sleep Baby, körpəmiz xoşbəxtdirsə, ana xoşbəxtdir. Sleep Baby'nin eləcə də baxırsınız, görürsünüz, nəm salfetləri var. Onlar ətirlidir, meyvəlidir və gigiyenikdir. Apteklərdən, marketlərdən əldə edin. Sleep Baby, anaların, körpələrin dostu. Sevginin ən saf anı toy günüdür. Dəniz Wedding Azərbaycan. Hər gəlin özünü bu gündə əsl nağıl qəhrəmanı kimi hiss edir. Gözəlliyin, zərifliyin, zövqün ünvanıdır Dəniz Wedding. Dəniz Weddingdən gəlinliyi götürən hər xanım Camilla Beauty'dən hədiyyə olaraq saç düzmə makyaj qazanır və həyatımızın ən unudulmaz günü üçün xəyallarınızdakı gəlinliyi burada sizi gözləyir.
Dəniz Wedding Azərbaycan bizdə hər gəlin bir nağıl qəhrəmanıdır. Xocalı prospekti 29, əlaqə nömrələri 050 424 07 70. Gəlinlərin dostudur Dəniz Wedding. Tamstore marketləri şəbəkəsi Tamstore bu məhsulların qiymətində ciddi dəyişiklik edib. Artıq bazardan ucuz ət, toyuq və meyvə tərəvəz ala biləcəksiniz. Tamstore marketləri şəbəkəsi 13 oktyabrdan etibarən bütün qırmızı ət çeşidlərinə, meyvə və tərəvəzə, təzə toyuq məhsullarına tətbiq etdiyi bazardan ucuz qiymətlər strategiyasını uzun müddətli etməyi planlaşdırıb ki, qeyd edək ki, endirim digər məhsullarda da 10 manatlıq alış-veriş etdikdən sonra keçərlidir. Endirimlər təbii ki, bununla yekunlaşmır. Mağazada 3200 çeşiddə məhsul müxtəlif endirimlərlə təklif olunur. Təşəkkürlər Tamstore marketləri şəbəkəsi. Və Milli Onkologiya Mərkəzinin onkoqinekoloqu doktor Könül Mərdanova sağlamlığa aparan yolda xanımlarımızı şəfa tapıb sağlam olmağa dəvət edir. Burada kolposkopiya, PAP, smir testi, HPV testi, HPV əleyhinə peyvənd, uşaqlı boynu yumurtalıq və vulva xərçəngi müayinələri, endometrial patologiyaların müalicəsi, açıq və laparoskopik bütün növ əməliyyatlar həyata keçirilir. Oktyabr ayı çəhrayı aydır və süd vəzi xərçəngi ilə mübarizə ayı kimi qeyd olunur. Bu ay qanunların sağlamlığına diqqət yetirməsi vacibdir. Peşəkar onkoqinekoloq doktor Könül Mərdanova ilə əlaqə saxlayın. Hər zaman sağlam olun. 050 563 01 89 055 403 55 44. Doktor, çox təşəkkür edirəm sizə. Qadınları dostu doktorumuz və gözəl bir telefon zəngimiz var, deyil mi? Aha, telefon xəttində bir neçə saniyədən sonra bir xanım olacaq ki, o sizi tərifləyirlər beyin, sizi arzulayırlar beyin, ona görə daha çox yəqin ki, gözləyirsiniz. Amma biz indi telefon xətti qoşacaq, xanımı qoşacaq telefon xəttinə, xanım gözləyir. Amma mən Nigar, sənlə danışmaq istəyirəm. Saç düzümünün rəngini açıqladın. Makiyaj bizi nə gözləyir? 2 aydan sonra demək olar ki, yeni il gəlir. 2026-cı ilin trendi əsasən makiyaj, ümumiyyətlə saç və makiyajlar aktual olan marsal rəngidir. Hansı ki, bu rəng qəhvəyi rənglərdir, şabalıt rəngidir. Bu saçlarda aktualdır, natural tonlardır və makiyaj üçün tüstülü makiyaj, axşam makiyajlarında istifadə olunur. Dımçıda makiyaj deyirik biz. Yəni, biraz ağ-qara makiyajlar, düzdür, soyuq rənglər üçündür, qış mövsümü üçündür, amma bu gəlinlərimiz üçün aktualdır. Biraz qlamur siyaniya verən, yəni highlighter tonlarda olan makiyajdır ki, hansı ki, natural həm var, həm də yox. Çünki %100 makiyaj tamamı yoxdur. Yəni, sıfır makiyaj dəbdədir. Əlbəttə ki, yaraşana, kari gözlər, ümumiyyətlə, kərpiç rəngində göz tonları, çox gözəl eyelinerdən istifadə eləmək, axşam makiyajlarında natural kipriklər, natural dırnaqlar, makiyajda çəhrayı tonlar, şəftali tonlar, bax bunlar və fluiddə yüngül efir yağı ilə olan tonal kremlərdir ki, hansı ki, üzdə ağır görünməyən makiyaj növləridir və bunlar 20-ci, 40-cı illərin dəbinə gətirib çıxardır. Çünki artıq aşırı dərəcədə qoyulma kipriklərdən, qoyulma dırnaqlardan, qoyulma qaynaq saçlardan istifadə dəb deyildir. Yəni, çalışsınlar xanımlarımız günlükdən axşam makiyajını qarışdırmasınlar. Bəzən bir bank, bir ofis işinə gedən xanımlar qırmızı pomadadan istifadə edəndə, yəni bu biraz görəcəyi işə, veriləcəyi qərara, çəkiləcəyi imzaya belə yox dedizdirə bilər. Çalışsınlar, hər şeyin minimalizmlə istifadə eləsinlər. Çünki klassik makiyajlar dəb olsa da, bunun istifadə yeri və məkanı mütləq vacibdir. Əlbəttə ki, geyimdir, aksesuardır, olacağı məkandır. Bunlar bəzən xanımlarımız özlərini artist kimi görür, bəzən xanımlarımız özlərini tamaşa teatrda istifadə olunan qrimlərdən səhv salır, aşırı dərəcədə eyelinerdən, qırmızı pomadadan istifadə edirlər və çox ağır tonal kremdən istifadə edirlər. Necə ki, normal dəri var, necə ki, quru və yağlı dəri var, tonal kremində dəri tipinə görə uyğun seçilməyi var ki, bunları doğru şəkildə istifadə eləməliyik və mütləq qış mövsümünə keçid eləyirsə, nəmləndirici kremimiz, nəmləndirici maskalarımız ev şəraitində də, kosmetoloji şərait şəklində də istifadə eləsinlər. Çünki bol nəmləndirici insan orqanizmə çox vacibdir. Çünki orqanizmdəki 75% su bədəndən zamanla azalır və biz onun balansını tutmadıqda üzümüz, əllərimiz, dərimiz quruyur.
Bu da makiyajın çox gözəl üzdə oturmamağına gətirib çıxardır. Çünki artıq mövsümü dəyişir isə üzə qulluq eləyək ki, makiyaj da üzümüzdə belə highlighter kimi, yəni biraz bəzən loru dildə deyim, yağlaşoy görsənir, bəzən çirkli görsənir. Bəli. Bunun görünməməsi üçün biz bol highlighterdan istifadə eləməyək, elə bol sudan istifadə eləyək ki, üzümüz parıldasın, Su içmək üzümüz çox vacib. uşaq dərisi kimi pink, yəni rozvud tonlarda görünsün. Şəhrayi Bol su, tonlarda. sağlıq çox önəmlidir və o zaman istədiyimiz kimi saçımız da çoxalacaq, minerallardan zəngin olan əlavə qidalarımızı qəbul eləyək. Doktorumuz yanımdadır. Biz bunları salonda tez-tez bölüşürük və onda makiyajımız çox gözəl olacaq. Yəni hər şeyin tamamı makiyaj deyil, saça əlavə saçların istifadəsi deyil. Saçımızı qidalandıraq, makiyajımız üçün Dəbdən daxilimizi düşür də qidalandıraq. yavaş-yavaş qaynaq Hər şey dırnaqlar, dəbdən qaynaq düşür. saçlar, hər şey Baxmayaraq dəbdən. bu bizim Təbiilik salonumuza də gəlir. anti-reklamdır. Amma olsun, sağlıq üçün anti-reklam belə sevirəm. Heç umurumda deyil. Çünki xanımlarımız sağlıqlarına Sağ diqqət yetirsinlər. Bu kimyəvilərdə istifadə elədilər, ara versinlər. Yenə keçərlər. Çünki doğrudan da biz Sonu özümüzü çox gəlir, bir xəstəliyə sevməliyik. çıxır. Mən Bəli. hər zaman deyirəm. Doktor, üzr istəyirəm, sizin üçün bir zəng var, biz onu qəbul eləyək. Ana xanım deyirlər. Ana xanım, salam əleykum. Salam əleykum Lamiyə xanım. Necəsiniz? Salamlayıram sizi. Sizin orada əyləşən bütün qonaqlarınızı salamlayıram. Mən Könül xanıma görə zəng eləmişəm. O mənim müalicə həkimimdir, gözəl həkimimdir, savadlı həkimimdir. Mən ona öz böyük təşəkkürümü bildirmək istəyirəm. Mən bilmirəm, mən onun yadındayam ya yox, çünki onun xəstəsi çox olur. Ona görə mən onun yadında ola bilmərəm. Ancaq mən onu çox istəyirəm. Ona öz təşəkkürümü bildirirəm. Çox sağ olsun, ona can sağlığı arzulayıram. Orada əyləşən bütün qonaqlarınızı da salamlayıram. Çox Bəs sağ olun. niyə kövrəldiniz? Bilmirəm, vallahi bilmirəm. Siz sağaldınızmı tamamilə? Bəli, mən sağalmışam, ancaq hələ müayinələrə gedirəm. Artıq mən 6 aydan bir gedirəm müayinələrə. Bu deməkdir ki, biz qalib gəlmişik. Bəli, bəli, qalib. Öpürəm sizi. Aynen, siz kövrəlirsiniz, mən də kövrəldirsiniz, elə bildim. Mənə hay lazımdır. ömür versin. Mənə hay lazımdır Sağlam kövrəlməyə. olun, Mən sağlam olun. ümumiyyətlə xanımların tərəfindəyəm. Mən Mənim insanların pasientlərim sağlam belə olmağı. sağlamdır. Hə. Şükür. Allah hamıya can Könül sağlığı xanım versin. çoxlarının Gözəl ümid xanım. qapısıdır. Çoxlarına gözəl bir fikir deyəndə, bax o ağlamaq hər kəs, heç kimin canı ağrımasın. Mənə də neçə dəfə səs atdılar. Könül xanım məni o qədər sevindirdi. Doğrudan da əliniz, ayağınız Amma yüngüldür. utandım. Allah hər kəsə şəfa versin. Sağ olun. Allah hamıya. Nigar xanım bayaqdan danışır. Həqiqətən o qədər Nigar xanım oxumağı, araşdırmağı, bir məsələnin kökünə getməyi xoşlayır ki, tamamilə doğru dedi. Biz keçən efirimizdən Nigar xanım, biz Lamiyə xanımla bunu qeyd elədik və dedik ki, daxili sağlamlığı qadının mükəmməl bir bədəndən söhbət gedir. Yerində deyilsə, o sizin dediyiniz gözəllik prosedurları üzünə oturmayacaq. Saçı qidalanmayacaq, dırnağı çıxmayacaq və sonra da süni bir şeylərə getmiş olacaq. Sudan danışır. Suyun hər orqanizmə yetəri qədər, yəni artıq da olmaz deyir, artıq içiləndə dərd verir. O da həqiqətən su da miqdarında olmalıdır. Onda hesablama sistemləri var və bildiyimiz qədər hüceyrənin çox hissəsi sudan ibarətdir və biz hüceyrələrdən ibarət bir orqanizmik. Və o maddələr badəsi quruda getmir, mayedə gedir. Biz mineralları hardan alacağıq maye olmadığı sürəcə? Bədənimizin bir də humoral bir sistemdən söhbət gedir, hormonlardan, o da mayedir. Bunlar çox önəmlidir bir qadın üçün ki, dediyi məsələlər Nigar xanımın çox gözəl alınsın. Yəni, keçən dəfə də bizim... Bu çox önəmlidir. İnanın, fürsətdən istifadə. Sizin veriliş bizi maarifləndirici tərəfidir. Xanımlarımız var. Keçən dəfə bir yaxınım deyir ki, o qədər bol su içmişəm, 3 litrdən çox. Bu bütün bədənin minerallarını yuyur aparır, xəbəri yoxdur. Və bunun normativ, çoxluq da zərərdir. Onun hesablama sistemi var. Hələ mən bir şey deyim ki, mən bu yaxınlarda öz evladım üçün elə Könül xanımla da məsləhətləşdim. Yəni 17 yaşından artıq Avropada qız xeylaqlarını belə, yəni dediyiniz kimi Könül xanımın sahəsinə götürürlər və Könül xanım kimi həkimlərimiz mütləq baxır ki, yəni qız xeylağıdır, amma onun müayinəsi olunmalıdır ki, bəlkə bunun papiloma virusu daha yüksəkdir. Mən belə bu yaşımda bilmişəm ki, mənim papiloma virusum yüksəkdir, mən doktorumdan müayinə istəmişəm və yazılmışam vaxtında. Çünki o yüksək olduqda artıq xərçəngə çevrilir. Doktorum daha peşəkar bilir, öz terimlərindən desin. Yəni, ən həssas yerimizdir. Bir ginekoloji müayinə, bir check-up, ümumiyyətlə bizi izləyən
bütün əhalimizə. Bütün dünyada da check-up deyilən bir müayinələr var. Hansı ki, bir orqanizm özünü tam sağlam hiss edirsə, bunu da kitabda yazır ki, 2 ildən bir müayinələrə gedə bilərsiniz. Minimum qan analizi simptomsuz, heç bir əlamətsiz bir insan yoxlanmalıdır. Simptomlar o başqa bir kateqoriyadır. Qaldı ki, yoxlanmaq bir qadının gününə, saatına ümumiyyətlə çox təəssüf olsun ki, bizim mentalitetimizdə ailə həyatı qurdunsa, ana olmaq üçün həkimə ilk gediş başlayır. Amma elə deyil. Pediatrik ginekoloji var. Yəni, ilk doğum vaxtından ginekoloji anomaliyalar ola bilər. Bax, onları aydınlaşdırmaq üçün. Bəzən gəlir, adət zamanına qız uşaqları çatır, şiddətli ağrılar, adət olmur. Məlum olur ki, burada bir anomaliya var, adət görməyə başlayır, yumurtalıqlar fəaliyyətə başlayır, amma qan axımı baş vermir. Və şiddətli ağrından həkimə gəlir, onda məlum olur ki, anomaliyadır. Amma bu normalda pediatrik bir ginekolog, axı bizim insanlar bunu çox təəssüf olsun ki, qəbul eləmir. HPV, keçən verilişimizdə də dedik, human papilloma virus dünya üzərində ilk sıradadır cinsi yola keçən infeksiya və bunun profilaktikası peyvəndlənmədir. Nə zaman olunmalıdır? Cinsi əlaqədən öncə. Cinsi əlaqə olunub, yoluxandan sonra onun effekti bir qədər aşağı ola bilir. Düzdür, son dönəmlər terapevtik məqsədlə də o peyvəndləri istifadə edirik. Amma yaxşı olar ki, cinsi əlaqədən öncə və sizə də bir daha təşəkkür edeyim bu anda ki, bunları imkan yaradırsınız ki, biz xanımlarımızı, çünki günorta xanımların bizi dinlədiyi bir ürəklənməlidirlər. Bəli. Biri var maariflənmək, biri var ürəklənmək. Ürəkli... Doktor, illərdir cavan qızlar 2 uşaq dünyaya gətirər-gətirməz, yəni qadınlıqları yoxdur da. Yəni mən bunların şahidi oluram. Bütün rayonlarımızda bu hamısı savadsızlıqdır. Savadsızlıqdır. Özlərini sevməməkdir. Bədən dili var da. Ən azı bədən siqnal verir ki, get həkimi və. Yox, qurban olduğumun yaratdığı bir hormonal sistem var. O zamanla sönüb menopauzaya girməlidir. Erkən əməliyyatlar, siz düşünün, xəstəlikləriniz bir 20 il öncəyə çağırırsınız. Düzdür. Sevinç xanım, telefon xəttində Sevinç xanım var. Sevinç xanım, gününüz uğurlu olsun. Salam Lamiyə xanım. Necəsiz? Gününüz xeyirli, uğurlu olsun. Amin inşallah. Qonaqlarınızı da salamlayıram. Amin Almaz inşallah. xanımı, Nailə xanımı, o biri qonaqlarımızı da salamlayıram. Bu kanala baxanda ürəyimiz açılır. Nəyə görə? Tərif Ona görə eləyin. ki, tamaşaçılarla çox gözəl ünsiyyət yaradılır. Çox gözəl. Kanala düşmək də çox asandır. Səbirlə yığırıq, düşürük. Sağ olun, istəklərimizi də bildirirsiniz. Çox gözəl qonaqlar dəvət edirsiniz. Mən dəfələrlə öz fikrimi bu kanalda bildirmişəm, elə sizin verilişdə də. Sponsorlardan da çox razıyıq. Mən keçən dəfə də dedim. Uduşlarda iştirak edib gedib. O qədər gözəl qarşılayırlar, o qədər gözəl sizin o kanalın sponsorları belə yaxşı qulluq edirlər ki, onlara da bu veriliş vasitəsilə təşəkkürümü bir daha bildirirəm. Adlarını çəkməsəm də o bildilər. Var olun, var olun. Təşəkkür Almaz xanımdan da bir gözəl ifa istəyərdik. Onun o... Hətta bu bizim tərifimiz idi. Sevinç xanım, bu bir zəngdə bizə gəlsin. MTV kanalının tərifi idi bu. Çox təşəkkür ederim. Mütləq sonunda Almaz xanım oxuyacaq. Buyurun. Bu deyilən sözlərin hamısı Lamiyə xanım sizə də aiddir. Tam %100 sizə də aiddir. Yo, bilirəm, çox təşəkkür edirəm. Deyirəm, yəni bayaqdan Almaz xanımı təriflədilər, doktoru təriflədilər. Bir zəng də gəlsin kanalımızı tərifinə. Bəli, sizin qonaqlarımız yaxşıdır ki, elə hamısı ürəyimiz açılır, baxa bilirik. Axır vaxtlar bilirsiniz necədir, belə bilmirəm necə deyim ki, gözəl səslənsin. Kanalları açırıq, məsələn, mən kanalım böyük olsam, heç vaxt elə insanları kanallara dəvət eləmərəm. Qoy getsinlər toyda oxusunlar, qoy getsinlər başqa yerdə öz məsləhətlərini versinlər. Amma eminim, bu televiziyada verilişlərdə, axı millət baxır, qoca, cavan, yaşlı uşaq, onlar bura dəvət məncə olunmalı deyirlər. Bax, bizim bu dəqiqə fikrimiz, dərdimiz, hamısı budur. Razıyam. Amma siz də yaxşıya baxın, sizə lazım olana baxın. Başqa kanalların da formatları var da, indi onlar da belə necə ürəkləri istəyirsə elə işləyirlər də. Yəni hər kanalın öz formatı var. Narahat olmayın. Bizə baxın, səhər açılandan axşama qədər bizə baxın. Çünki bizdə hər şey yaxşıdır. Verilişimizin sonuna çatdıq, inanırsınız. Gəldi, çatdı. Biz hər birinizə təşəkkür edirəm. Bizim bir dəqiqə vaxtımız var. Buyurun, kimin nə sözü varsa qısa. Biz təşəkkür edirik. Verilişin uzun ömürlü olsun. Çox təşəkkür edirəm. Allah sən o gül balaları və xoşbaxt eləsin. Sən çox
səviyyəli xanımsan. Çox sağ olun. Sən çox Var olun. dost sevən xanımsan. Uğurlar sənə. Allah sizdən Hər bir razı olsun, işində. hər birinizdən. Türkan, Almaz xanımı elə bizim adımızdan məncə hamının Və adından bütün danışdı. tamaşaçıları yeri gəlmişkən Hər kəs teatrımıza dəvət edirik. Çünki bizim gözəl tamaşalarımız var, gözəl yeni tamaşalarımız var. Gəlsinlər akademik musiqili teatrı. və müayinələrdən Sağlam keçsinlər, olsunlar. sağlam olsunlar, profilaktik Gözəl olaraq olsunlar, müayinələrdən sağlam keçsinlər. Müayinədən keçirlər, daha sonra... Gözəlliklərinin qədrini, qeydini bilsinlər. Vəssalam. Hər zaman gözəl olsunlar. Belə, biz sağolaşırıq. Bugünlük bu qədər. Sabah eyni vaxtda, eyni zamanda görüşəcəyik sizinlə. Əziz dostlar, MTV-yə baxmağı unutmayın. Səhər 7:00-dan axşam 24:00-a qədər. Odur ki, Almaz xanım, buyurun, sağ olun. Sabah görüşərik. Açdı gül çiçək hardasan, söylə ey mələk hardasan. Açdı gül çiçək hardasan, söylə ey mələk hardasan. Həsrətin yaman imiş, həsrətin yaman imiş. Gözməyir ürək hardasan, gözməyir ürək hardasan. Həsrətin yaman imiş, həsrətin yaman imiş. Gözməyir ürək hardasan, gözməyir ürək hardasan. Demişdin gələrəm yar, bir deyib gülərəm yar. Demişdin gələrəm yar, bir deyib gülərəm yar. Mən elə sərrafam ki, mən elə sərrafam ki, qədrini bilərəm, gəl gəl. Qədrini bilərəm, gəl gəl. Mən elə sərrafam ki, mən elə sərrafam ki, qədrini bilərəm, gəl gəl. Qədrini bilərəm, gəl gəl.
Günorta efirdəyik.